VUF 13-ün 4-cü günü davam edir. İndi canlı bağlanacağıq Olimpiya stadionuna. Şef redaktorumuz İbrahim Kamiloğlu bu saatədək baş verənlər barədə bizə məlumat verəcək. Axşamınız xeyir olsun İbrahim. Hər vaxtın xeyir Ülker. Bəli, biz hazırda Bakı Olimpiya stadionundayıq. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası. Yəni VUF 13 4-cü gününü də uğurla yekunlaşdırır deyə bilərik artıq. Hazırda biz Şəhərsalma Forumunun sərgi hissəsinin, yəni pavilyonlar olan hissənin qarşısındayıq. Burada da, yəni kadrlardan da yəqin görünür ki, hazırki saat olmasına, yəni saat 18 olmasına baxmayaraq böyük izdiham var. Çünki həm nümayəndələrdən bura gələnlər var, eləcə də bildiyiniz kimi sakinlər üçün də açıqdır bu Expo mərkəz, yəni onlayn qeydiyyatdan keçərək ödənişsiz, sərbəst şəkildə bura gəlmək olar. Onu qeyd edeyim ki, COP29 kimi daha doğrusu VUF 13 də bir sıra uğurları ilə hələ ki yadda qalır. İlk olaraq onu deyim ki, ilk dəfə olaraq VUF 13-də liderlər sessiyası təşkil olunmuşdu. Yəni forumun ikinci günündə açılış mərasimi ilə yanaşı həm də liderlər sessiyası da təşkil olundu ki, liderlər sammiti təşkil olundu ki, bu VUF dövründə indiyə qədər olan sammitlər arasında, forumlar arasında ilk idi. Eləcə də başqa bir ilk isə bu şəhərsalma forumunun, yəni VUF 13-ün Dünya Şəhərsalma Forumları arasında ən böyük olması ilə bağlı da açıqlama verildi və bildirildi ki, ən böyüdür. Yəni 30 mindən artıq iştirakçısı var bu forumda. Bu da ilk dəfədir, yəni qeydə alınan bir göstəricidir. Bundan başqa onu da bildirim ki, bu gün ərzində müxtəlif sessiyalarda, tədbirlərdə olduq. Ümumilikdə 100-dən artıq, hətta bəlkə də 150-yə yaxın, ondan da artıq tədbir keçirildi. Onun da bir çoxunda biz də iştirak elədik. Ən vacib məsələlərə toxunum ki, bildirildi ki, birinci qayıdış proqramı bu ilin sonuna qədər tam yekunlaşacaq. Yəni 2020-ci ildə Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2020-2026-cı illər böyük qayıdış proqramı təsdiqlənmişdi və artıq bu ilin sonuna bu proqram yekunlaşacaq və 80 min şəxsin həmin ərazidə Qarabağ, Şərqi Zəngəzurda məskunlaşdırılması nəzərdə tutulur. Onunla yanaşı şimal-cənub və şərq-qərb dəhlizlərinin, nəqliyyat dəhlizlərinin inkişafı və bunun göstərəcəyi nəticələrə də toxunuldu, bildirildi ki, bunun nəticəsində, dəhlizlərin nəticəsində Qarabağ və Şərqi Zəngəzur əsas mərkəzlərə, önəmli hublara çevriləcək. Eləcə də Zəngəzur dəhlizinin özü, Zəngəzur dəhlizinin inkişafı da dairəvi dəmir yolu xəttinin əmələ gəlməsinə, formalaşmasına şərait yaradacaq. Bir sıra, yenə deyirəm, açılışda, daha doğrusu memorandumlar imzalandı, açıqlamalar verildi, sessiyalar keçirildi və daha geniş məlumatı da növbəti saatlarda və sabahki gündə təqdim edəcək və son olaraq onu da bildirim ki, düzdür, forumda, beynəlxalq forumda, amma bu təkcə rəsmi tərəf deyil, qeyri-rəsmi tərəflər də burada olur. Bu cür böyük forumlar, COP29 idi, VUF 13 idi, yəni bu cür forumlar müxtəlif dövlətlər üçün, ölkələr üçün, müxtəlif icmalar üçün öz mədəniyyətlərini də nümayiş etdirmək üçün bir fürsətdir, bir platformadır və burada da müxtəlif mədəniyyətlər nümayiş olunurdu və bununla bağlı da məlumatımız, reportajlarımız olacaq. Bu gün və yaxud da ki, növbəti günlərdə bunu da sizə təqdim edəcəyik. Buyurun, söz sizdədir. Təşəkkür edirik. Bizimlə birbaşa bağlantıda şef redaktorumuz İbrahim Kamiloğlu idi.